Salam uşaqlar, bugün materiklərin fiziki coğrafi mövqeyi və relyef mövzusundan suallara baxacağıq. Başlayırıq birinci sualla. Afrika platformasının emmə sahələrində əmələ gəlmiş çökəkliklər. Emmə sahələri deyirsə və çökəklik deyirsə, biz burada yaylaları seçməməliyik. Çünki yaylaların hündürlüyü 500 metrdən çox olur. Efiopiya yayladır, Darfur yayladır. Atlas dağları isə dağdır təbii ki. Ona görə burada Konqo çökəkliyi, Çad çökəkliyi və Kalahari çökəkliklərini seçməliyik. Cavab 2, 5, 6 B variantı. Asiyada yerləşən sıra dağlar. Atlas Afrikada yerləşir. Karpat Avropada yerləşir. Appalaç Şimali Amerikada yerləşir. Apennin Avropada yerləşir. Pamir və Altay isə hər ikisi Asiya qitəsində yerləşir. Afrikanın cənubunda yerləşən dağ sistemləri əjdaha və kapdır. Tibesti yayladır, Böyük Səhradadır və Afrikanın şimalındadır. Atlas şimaldadır. Əhəqqar və Tibesti yenə Böyük Səhranın içərisində Afrikanın şimal regionunda yerləşir. Yaşına görə Afrikanın ən cavan ərazisi Afrikanın yeganə geosinkronal zonası olan Afrika və Avrasiya tağlarının toqquşma zonasında yerləşən Atlas dağlarıdır. Alp qırşıqlığına aiddir. Asiyanın ucqar şimal və cənub nöqtələri. Asiyanın ucqar şimal və cənub nöqtələri həmçinin Avrasiyanın ən şimal və ən cənub nöqtələridir. Bunlar isə Çelyuskin və Piyay burunlarıdır. Dejinyof şərq nöqtəsidir. Roka Avropanın qərb nöqtəsidir. Norkin Avropanın şimal nöqtəsidir. Yenə Dejinyof Asiyanın şərq nöqtəsidir. Antarktidanın və Avstraliyanın müvafiq olaraq ən yüksək zirvələri. Antarktidanın ən yüksək zirvəsi Vinson massividir. Avstraliyanın ən yüksək zirvəsi Böyük Suazı dağlarda yerləşən hündürlüyü 2228 metr olan Kastiyuşku zirvəsidir. Kilimanjaro Afrikanın ən yüksək zirvəsidir. McKinley Şimali Amerikanın, Aconcagua Cənubi Amerikanın, Kamerun Afrikada yerləşir, Erebus isə Antarktidada yerləşir. Hansı uzqar nöqtə Bakı şəhərinə daha yaxın yerləşir? Bunu gəlin müqayisə edək. Bakı şəhəri Asiya qitəsində Xəzər dənizinin sahilindədir. Çelyuskin Avrasiyanın şimal nöqtəsidir. Dejinyof şərq nöqtəsidir. Ələbbiyat Afrikanın şimal nöqtəsidir. Buna Bensekka da deyilir. Bensekka. Almadi Afrikanın qərbidir. Piyay isə Avropanın cənubu. Bunu belə şifahi şəkildə desəm, yəqin ki, başa düşmək çətin olar. Gəlin bu nöqtələrə xəritə üzərindən baxaq, görək. Bu nöqtələr harda yerləşir? Görək burada harda xəritə var, elə burada var. Bu sualın xəritəsinə əsasən gəlin cavabı tapmağa çalışaq. Deməli, variant Azərbaycan yerləşir burada, Bakı. Çelyuskin buradadır. Dejinyof buradadır. Çelyuskin, Dejinyof. Almadi buradadır. Piyay buradadır. Və Ələbbiyat buradadır. Gördüyünüz üzrə xəritədən də baxanda Bakıya ən yaxın yerləşən bunlardan Əl-Əbbiyat burnu oldu. Yəni Afrikanın şimal nöqtəsi variantdakı digər ucqar nöqtələrə nisbətən Azərbaycana, Bakıya daha yaxın yerləşir. Buradan Ələbbiyat variantını seçirik. Puna, Peru və Boliviya yayları hansı dağlarda yerləşir? Peru, Boliviya, Puna. Bunlar hamısı Cənubi Amerikada yerləşən yaylalardır və Cənubi Amerikadakı yeganə dağ sistemi Ant dağlarıdır. Cənubi Amerikanın ən hündür dağ zirvəsi hündürlüyü 6960 metr olan Aconcagua dağıdır. Ant dağların ən hündür zirvəsidir. McKinley Şimali Amerikanındır. Kilimanjaro Afrikanın, Mont Blanc Avropanın, Çolqa isə dünyanın ikinci ən yüksək zirvəsidir. 8611 metr. O isə Asiyada yerləşir. Xəritə sxemində işarələnmiş ərazi hansı düzənlikdir? Gördüyünüz kimi bura
Avropa qitəsidir. Avropa qitəsinin şərq hissəsidir. Elə adı da Şərqi Avropa düzənliyidir. Cənubi Amerikada yerləşən yaylalar, bayaq Puna, Boliviya, Perunun adı var idi. Burada isə Patagoniya və Gviana yaylaları. Biri Cənubi Amerikanın Gviana şimalında, Patagoniya isə cənubunda yerləşir. Tibesti Afrikadadır, Dekan Hindistanda, Asiyada, Darfur yenə Afrikada yerləşir. Avstraliyada ən yüksək dağ zirvəsi bayaqda adını çəkdik. Böyük Suarez dağlarının ən yüksək zirvəsi olan Kosciuszko. Cotopaxi Cənubi Amerikada vulkandır. Mont Blanc Avropanın ən yüksək zirvəsidir. Kilimanjaro Afrikanın ən yüksək zirvəsidir. Aconcagua Cənubi Amerikanın ən yüksək zirvəsidir. Dekan yaylası hansı yarımadada yerləşir? Bayaqda adını çəkdik. Hindistan yarımadasında yerləşir. Cənub-Qərbi Asiyanın ən böyük ovalığı Cənub-Qərbi Asiya deyirsə, biz burada ə, Hind qanğı atırıq. Hind qanq Cənubi Asiyaya aiddir. Buradan Turanı atırıq. Turan Mərkəzi Asiyaya aiddir. Ərəbistan ovalıdır. Ovalığı deyə bir yeri yoxdur. Ərəbistan yarımadası var. Burada qalır Mesopotamiya və Kür-Araz. Hər ikisi Cənub-Qərbi Asiyadadır. Ancaq Kür-Araz nisbətən kiçikdir. Burada biz Mesopotamiya ovalığını seçəcəyik. Qərbi Avropada ən yüksək dağ zirvəsi hansıdır? Biz burada təbii ki, seçməliyik Mont Blanc zirvəsini 4807 metr. Alt dağların ən hündür zirvəsidir. Narodnaya Ural dağlarından 1800-dür. Matterhorn Alp dağlarındadır, lakin Mont Blancdan kiçikdir. Etna da həmçinin qalxıb bir gensə Skandinaviyadadır. 2400 metr hündürlükdədir. Fəaliyyətdə olan vulkanların aid olduqları müvafiq materiklər. Vezuvi Apennin yarımadasında yerləşir İtaliyada. O, Avrasiya materikinə düşür. San Pedro Ant dağlarında yerləşir Cənubi Amerikada. Cənubi Amerika materiki. Erebus Antarktidada yerləşir. Kamenusa Adamava dağlarında Afrikada yerləşir. Avrasiya, Cənubi Amerika, Antarktida və Afrika. Hindçin yarımadasında yerləşir. Baxaq. Çaylar mövzusunda da keçəcəyik. Hindçin yarımadasından Mekong çayı axır. Cənubi Asiyanın ən böyük çaylarındandır və burada Mekong ovalığı, yəni Mekong düzənliyi yerləşir. Kongur zirvəsi Pamir dağlarındadır. Postoy mağarası Balkan yarımadasında. Pinatubo vulkanı Filippində. Roka burnu isə Piriney yarımadasında yerləşir. Xəritə sıxılmasından Braziliya yaylası. Braziliya yaylası ilə Braziliyanın yerləşdiyi ərazi olan 4 rəqəmi ilə işarə olunur. Şərqi Avropa və Qərbi Sibir düzənliklərini bir-birindən ayıran dağlar. Bu dağ həm də Avropa ilə Asiyanı bir-birindən ayırır. Qərbi Sibir Asiyada, Şərqi Avropa Avropada yerləşir. Bu da Rusiya arasında yerləşən Ural dağlarıdır. Şərqi Afrikada tektonik qırılma prosesi hansı relyef strukturların yaranmasına səbəb olur? Şərqi Afrika əslində platforma olduğu üçün oradakı qırılmalar platformadakı qalxmalara və enmələrə səbəb olacaq. Yəni bu qraben və horstlardır. Şərqi Afrika zonası seysmik cəhətdən sabit olmasa da əslində platforma zonasıdır. Sadəcə qırılmalara məruz qalır. Şimali Amerikanın ucqar nöqtələri Çelyuskin Avrasiyanın şimal nöqtəsidir. Qalinas Cənubi Amerikanın şimal nöqtəsidir. Parinyas Cənubi Amerikanın qərb nöqtəsidir. Mertson şimalıdır Şimali Amerikanın. Mariato cənubudur. Uels şahzadəsi qərbidir. Saint Charles isə şərqidir. Cavab burada C variantı olur. E variantındakı səhv isə Frauret Cənubi Amerikanın cənubudur. Dejinyo isə Avrasiyanın şərqidir. Avropanın ən alçaq nöqtəsi Xəzər sahili ərazidir. Mənfi 27 metr çökəklikdə yerləşir. Xəritə sxemasından yaşıl rənglər.
Rənglənmiş əraziyə olan xüsusiyyətlər. Bura gördüyünüz kimi Şimali Amerika materikinin şimal hissələridir. Burada nə ola bilər? Dünya okean səviyyəsindən aşağıda yerləşir. Təbii ki, bunu hər yerə aid edə bilmərik. Burada Kordilyer dağlarının bir hissəsi var. Həmçinin orada yaylalar var. Ona görə bu doğru olmayacaq. Kainat yarasında təkrar qırışıqlara məruz qalan platformanın enən sahəsidir. Kainatda təkrar qırışıqlara məruz qalan ərazi Altay sayan Tian dağlarında. Onlar da Asiya qitəsində yerləşirlər. Litosfer dağlarının divergent sərhədinə uyğun gələn müasir dağlar gəlmə zonlarıdır. Xeyr, burada bir dənə Kordilyer dağları var. O da divergent yox, konvergentdədir. Lap konvergent yazsaydı da bunu bütün əraziyə aid edə bilməzdik. EL proseslərin intensiv inkişaf etdiyi əhəngdaşlardan təşkil olunan düzənliklərdir. Xeyr, EL proseslər daha çox səhra zonalarında üstünlük təşkil edir. Bunu bura aid edə bilmərik. Bura soyuq ərazidir. Materikin qədim buzlaşmaya məruz qalmış ərazisidir. Bəli, Şimali Amerika və Avrasiyanın şimal hissələri 4-cü dövr buzlaşmasına məruz qalmış ərazilərdir. Nöqtələrin yerinə yazılmalıdır. Amazon, La Plata və Orinoco kimi ovalıqların yaranmasında Cənubi Amerikanın nəhəng çayları böyük rol oynamışdır. Bu alçaq, bu alluvial düzənliklər hamar relyefə, alçaq hamar relyefə malikdir. Alluvial düzənlik o deməkdir ki, çay çöküntüləri ilə yaranmış düzənliklər. Bunlar da əsasən ovalıqlar olur. Amazon ovalığı Amazon çayının çöküntülərindən, La Plata Parananın, Orinoco da elə Orinoco çayının çöküntülərindən yaranmış ovalıqlardır. Üç işıqlanma qurşağında yerləşən materiklər, baxaq. Avrasiyanı şimal tropikdə kəsir, şimal qütb dairəsində kəsir. Ona görə qütb, mülayim və tropik üçünə düşür, uyğun gəlir. Antarktidanı isə yalnız cənub qütb dairəsi kəsir, yalnız mülayim və qütbə düşür, 3 yox, 2 oldu. Avrasiyanı dedik, Şimali Amerika həm şimal tropiki kəsir, həm şimal qütb dairəsi kəsir. Ona görə yenə qütb, mülayim və tropikə düşəcək, ona görə cavab B variantı olacaq. Afrikada üçündə yerləşir. Onu həm şimal, həm cənub tropiki kəsir. Ona görə şimal, cənub mülayimə və tropikə düşür. Amma Avstraliyanı yalnız cənub tropiki kəsir, tropik və mülayimə düşür. Yəni ikisinə. Cənubi Amerikada Avstraliya kimi yalnız cənub tropiki tərəfindən kəsilir. Ona görə o da ikisinə düşəcək. Antarktidanı da bayaq dedik. Çərçivəyə hansı faydalı qazıntı yazılmalıdır? Orinoco ovalığı dünyanın zəngin neft ehtiyatlarının mövcud olduğu ərazilərdən biridir. Niyə neft? Çünki Orinoco bir ovalıqdır, çökmə ərazidə yerləşir. Çökmə ərazilərdə isə daha çox neft və qaz kimi təbii ehtiyatlara rast gəlinir. Mis, qalay, dəmir filizi bunlar ən çox denudasyon düzənliklərdə olur. Daş kömürdə daha çox denudasyon düzənliklərdə olur. Ovalıqlarda da rast gəlinir, lakin Orinoco ovalığında bunu deyə bilmərik. Verilmiş əlamətlər hansı düzənliyə aiddir? Cənubi Amerikada yerləşir. Cənubi Amerikada yerləşirsə Mississippi-ni atırıq. Şimali Amerikadadır. Colorado-nu atırıq. Şimali Amerikadadır. Meksikanı atırıq. O da Şimali Amerikadadır. Geniş çay dərələrinə və sıx meşə örtüyünə malikdirsə, bu Amazon ovalığı olacaq. Səthi hamardır və çökmə suxurları örtülüdür. Bəli, söhbət Amazon ovalığından gedir. Braziliya yayladır. Braziliya çökmə suxurlarla yox, daha çox maqmatik suxurlarla zəngin olar. Orada da faydalı qazıntılar, filiz faydalı qazıntılar kifayət qədərdir. Həm də sıx meşə deyəndə Amazon meşələri ilk yada düşəndir. Xəritə sxeməsindən polderlərin və fiordların göstərdiyi ərazi. Polderlər dəniz dayazlıqlarının qurudulması ilə əldə olunan torpaq sahələridir. Bunlar daha çox Avropada, Niderland ərazisində daha geniş yayılmışdır. Ona görə polderlərə 2-ni götürəcəyik. Fiordlar buzlaqların əmələ gətirdiyi ensiz, dərin, dar körfəzlərdir. Bunlar Skandinaviya yarımadasının kənarında daha çox Norveç ərazisində rast gəlinir. Ona görə də burada 1 rəqəmini götürəcəyik. 2-yə 1-ə 2, 2-yə 1 cavab B variantı. Müvafiq olaraq Avropa, Amerika, Asiya və Avstraliya yerləşən qədim dağlar. Skandinaviya Avropaya uyğun gəlir, doğrudur. Appalaç Amerikada yerləşir, doğrudur. Altay Asiyada, doğrudur. Böyük Sığacı Avstraliyadadır, doğrudur. Cavab elə A variantı.
Ural Avropadadır, Apalaç Amerikadadır, Pamir Asiyadadır, Kapısı Avstraliyada yox, Afrikada yerləşir. Apennin Avropadadır, Apennin amma qədim deyil, bizdən qədim istədi, Apennin cavandır. Burada Pamir də cavan idi, Asiyada yerləşsə də. Kordilyer orta yaşlıdır, Amerikada yerləşsə də. Himalay cavandır, əjdaha isə ümumiyyətlə Avstraliyada yox, Afrikada yerləşir. Ural qədimdir, Ant Amerikadadır, amma cavandır. Baykal Asiyadadır, böyük sahilci Avstraliyadadır. Burada Ant dağları e, pozdur sıranı. Alp Avropadadır, amma cavandır. Atlas Afrikadadır, həm də cavandır. Qafqaz Asiyadadır, amma cavandır. Kordilyer isə Avstraliyada yox, ümumiyyətlə Şimali Amerikada yerləşir. Hansı regionların tektonik fəallığı daha yüksəkdir? Qərbi Afrika regionu platforma ərazisidir. Şərqi Avropa platforma ərazisidir. Şimali Avropa platformadır. Cənub-Şərqi Asiya, Hind-Avstraliya və Avrasiya tağlarının toqquşduğu zonadadır. Cənubi Avropa isə Afrika və Avrasiya tağlarının toqquşduğu zonadadır. Ona görə də bunlar daha fəal ərazilər, yəni geosinkron ərazilər olacaq. Yangtze və Xuanxe çaylarının gətirdiyi alluvial çöküntülərlə örtülmüş düzənlik. Bayaq alluvial çöküntüləri izah elədik. Çay çöküntüləridir. Yangtze və Xuanxe isə Böyük Çin düzənliyi ərazisindən keçirlər. Hansı variantda Cənubi Amerikaya düzənlik yoxdur? Missisipi Şimali Amerikadadır. La Plata Cənubi Amerikadadır. Yoxdur deyirsə, burada var. Böyük Özə Şimali Amerikadadır. Missisipi Şimali Amerikadadır. Mərkəzi düzənliklər Şimali Amerikadadır. Cavab elə bu olacaq. Orinoco Cənubi Amerikadadır. Gviana Cənubi Amerikadadır. Patagoniya və Gviana yenə Cənubi Amerikada yerləşir. Nöqtələrin yerinə yazılmalıdır. Afrikanın bu hissələri Yüksək Afrikaya aiddir. Yüksək Afrika Afrikanın cənubu və şərqidir. Orada Efiopiya yaylası, Şərqi Afrika yaylası, Kap Əjdaha dağları, bu kimi yüksək ərazilər yerləşir. Şimal və qərbdə isə sadəcə bir dənə Atlas dağlarını aid edə bilərik. Ona görə də burada cavab Şərq və Cənubi Avropa, Afrikadır. Şimal və qərb isə alçaq Afrika adlanır. Volqaboyu Dnepryanı Valday yüksəklikləri hər üçü Avropada, Şərqi Avropa düzənliyi ərazisində yerləşir. Cənubi Amerikanın ucqar nöqtələri Parinyas, qərb, Cabo Branco, şərq, Balinas, şimal, Frauret, cənub, elə cavab A variantıdır. Piyay Avrasiyadadır. Horn Cənubi Amerikada olsa da ən cənub nöqtə hesab olunmur. Çünki Horn burnu odlu torpaq adasındadır. Adalarsa ucqar nöqtələrə aid edilmir. Almadi Afrikadadır. Yenə burada Horn var. Mariato Şimali Amerikadadır. West Şahzadəsi Şimali Amerikada. Piyay Avrasiyadadır. Mertson Şimali Amerikada. İğnə Afrikada. Roka Avrasiyada. Ucqar şərq nöqtələri qərb yarımkürəsində yerləşən materiklər. Avrasiyanın ucqar şərqi yerləşir Çukot yarımadasında Dejinov burnu. Həmin hissədən 180 dərəcəli meridian keçdiyi üçün Avrasiyanın ucqar şərqi qərbə düşür. Cənubi Amerika bütövlükdə qərb yarımkürəsi olduğu üçün bütün nöqtələr qərbə düşəcək. Şimali Amerikada bütövlükdə qərb yarımkürəsi olduğu üçün bütün nöqtələr qərbə düşəcək. Ona görə A variantıdır cavab. B variantda Afrikanın şərqi Somali burnudur. Somali şərq yarımkürəsindədir. C variantında Avstraliyanın şərqi Bayron burnudur. O da yenə şərq yarımkürəsindədir. Həmçinin Afrikanın. Burada isə Avstraliya yenə pozur söhbəti. Burada da Avstraliya və Afrika pozur. Afrika materikinin ucqar nöqtələri Ələbiyyat şimal, Ümid burnu Afrikanın cənubunda olsa da Afrikanın cənub ucqar nöqtəsi deyil. Afrikanın cənub ucqar nöqtəsi İğnə burnudur. Mərakeş də həmçinin şimalda olsa da ən şimal nöqtə hesab olunmur. Ən şimal Ələbiyyat və yaxud Pensekkadır. Norkin isə Avropada yerləşir. Parinyas Cənubi Amerika, Mertson Şimali Amerika, Çelyusk Avrasiya. Ələbiyyat iynə, Ələbiyyat şimal, iynə cənub, Ras Həfun
Şərq, Almadi, Qərb. Cavab elə C variantıdır. Steep Point Avstraliyadadır. Roka Avrasiyadadır. York Avstraliyadadır. Baba Avropanın şərq nöqtəsi, yox, Asiyanın qərb nöqtəsidir. Piyay Avrasiyadadır. Mariato Şimali Amerika. 38. Cənubi Amerikada La Plata ovalığının cənubunda yerləşən yüksəklik və platoların üstünlük təşkil etdiyi ərazi Cənubi Amerikanın ən cənubunda olan Patagoniya yaylasıdır. Gran Chaco La Plata'nın qərbində yerləşir. Roraima e, Braziliya yaylası ərazisindədir. Kəllə Qəndlər Diviana yaylası ərazisindədir. Altiplan olarsa Ant dağlarında yerləşir. Avropada yerləşən dağlardan hansılar orta hündürlük dağlar? Orta hündürlüklü deyirsə söhbət 1000-2000 metr hündürlük arasından gedir. 1000 metrə qədər alçaq, 1000-2000 orta, 2000-dən yüksək isə yüksək dağlar hesab olunur. Biz burada alt dağlarını çıxacağıq. 4800 metrdən hündürdür. Əndəlis 3000-dən hündürdür. Piriney 3000-dən hündürdür. Ural dağlar 1800'dür. Kırım isə heç 1500'ə çatmır. Yəni 1000-2000 arasıdırlar. Ona görə orta hündürlüklü dağlar hesab olunur. Cənubi Amerikada yerləşən dağlıq yaylalar. Braziliya yaylası, Guyana yaylası və Patagoniya yaylası. Colorado Afrikadadır, Meseta Avropadadır, Tibesti Afrikadadır. Asiyanın hündürlüyü daha çox olan dağlar. Gəlin bu suala baxaq. Altay dağları 4500 plus. Sayan dağları nisbətən daha alçaqdır. Munkusaktıqdır. Sayanın ən hündür zirvəsi, hündürlüyü 3000 civarında olmalıdır, səhv eləmirəmsə. Pont da çox hündür deyil, o da 3000 civarındadır. Qaraqorumda Çoqori dağı 8611-dir. Pamirdə Konqur 7700-dən yüksəkdir. Tianşanda da yenə Triçmir 7000-dən yüksəkdir. Burada ən hündür 4, 5 və 6 olur. Cavab da Y variantı olur. Bu dağların dəqiq hündürlüyünü təbii ki öyrənə bilərsiniz. Amma mənim fikrimcə bu çox da önəmli deyil. Sadəcə hansından hündürdür, hansı nə bilim 7000-dən hündürdür, 6000-dən hündürdür. Bunları bilsəz də sualların cavabını tapmaq olur. Ant dağlarında fəaliyyətdə olan vulkanlar Orsabo Kordilyerdədir. Krakatau İndoneziyadadır, Erebus Antarktidada, Kamerun Afrikada, Futsiyama Yaponiyada, Kilauea Havay adalarında, Hekla İslandiyadadır. Ruiz və San Pedro isə Ant dağlarında yerləşən vulkanlardır. Asiyanın mütləq hündürlüyü daha çox olan dağlarını müəyyən edin. Yenə bayaqçı kimi burada cavan və hündürlüyü 7000 metrdən hündür olan Qaraqorum 8000-dən hündürdür. Pamir 7000-dən hündürdür. Hindukuş 7000-dən hündürdür. Tianşan yenə 7000-dən hündürdür. Cavab elə B variantı olacaq. Altay 4000-dən, Sayan 3000-ə yaxın. Xinqan qədim dağda alçaqdır. Pont və Tavr 3000-dir. Sıxot halinin hündürlüyü 2000 metrə çatmır heç və Xəyansı da 2000-dən bir qədər hündürdür. Bunlar ona görə çox da hündür hesab olunmur. Qafqaz dağları ən hündür zirvəsi 5600-dür. Kopet dağın hündürlüyünü dəqiq bilmirəm ona görə. Amma alçaq olacaq, çox da yüksək olmayacaq. Xəritədə sarı rənglə verilib. Zagros da həmçinin bir Baykaliyyə çox qədimdir, ona görə o da hündür olmayacaq. Böyük su ayrıcı dağlar hansı geoloji erada yaranmışdır? Böyük su ayrıcı dağlar Kaledon Hertsin qırışıqlığına aiddir. Kaledon Hertsin qırışıqlığı isə Paleozoy erasında baş verir. Uyğunluğu müəyyən edin. Kordilyer dağlarının şərqi, mərkəzi və qərbi. Görək bunlarda nə yerləşir?
Kordilyer dağlarının şərq hissəsinə həm də Qayalı dağlar deyilir. Ona görə şərqinə Qayalı dağlar yazılır. Kordilyer dağlarının mərkəzində yayla və platolar, Colorado, Böyük Hövzə, Meksika kimi yaylalar yerləşir. Ona görə Böyük Hövzəni mərkəzə yazırıq. Qərb hissə isə sahil sıra dağları adlanır. Ona görə də və yaxud Kaskad dağları da deyilir. Bunlar isə sıra dağlar isə qərbə yazırıq. 1-ə C, 2-yə A, 3-ə B, elə A variantı. Cənubi Avropanın ən böyük düzəni. Padanovalı Apennin yarımadası ilə Alp dağlarının arasında yerləşir və Cənubi Avropada elə ən böyük düzənlik odur. Dnepr yanı Şərqi Avropaya düşür. Orta Rusiya Şərqi Avropadır. Xəzər yanı yenə Şərqi Avropadır. Volqa boyu Şərqi Avropadır. Cənubi Avropada isə ən böyük düzənlik Padan ovalığı olacaq. Kordilyer dağlarında yerləşən fəaliyyətdə olan vulkan. Elə cavab A variantıdır. Orizaba və Taxamulku hər ikisi Şimali Amerikada Kordilyer dağlarında yerləşən fəaliyyətdə olan vulkanlardır. Ruiz-lə San Pedro Ant dağlarındadır. Vezuvi'nin Etna Avropadadır. Kilimanjaro Afrikada, Hekla İslandiyadadır. Fujiyama Yaponiyada, Erebus Antarktidada. Afrikanın cənubunda yerləşən Hamar platodur. Zəncirvari şəkildə yerləşmiş qum duyumları üstünlük təşkil edir. Çar, Namibiya, Botsvana ölkələri arasında. Baxın, qum duyumları deyirsə, dünyanın ən qumlu səhrasından söhbət gedir burada və Afrikanın cənubundadır. Bu da Kalahari səhrası və yaxud Kalahari platosudur. Afrika regionu Afrika deyil, Şimali Amerika. Şimali Amerika, Afrika və Avstraliyaya aid ucqar nöqtələri seçirik. Fraurit Cənubi Amerikadır. Bunların heç birinə aid deyil. Cənubi Amerikanın cənub nöqtəsidir. York Avstraliyanın şimal nöqtəsidir. Buraya yaza bilərik. Almadi Afrikanın qərb nöqtəsidir. Yaza bilərik. Mariato Şimali Amerikanın cənub nöqtəsidir. Onu da buraya yaza bilərik. Parinyas isə yenə Cənubi Amerikaya aiddir. Heç birinə yaza bilmirik. 1-ə 4, 2-yə 3, 3-ə 2, B variantı. Yaylaları müəyyən et. Bir Giviana yaylası olar. Yox, 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 üzr istəyirəm. Bir Orinoco ovalıqdır. Olmayacaq. Bura ovalıqdır. 2 Giviana yaylası olar. 3 Amazon ovalıqdır. Ovalıqdır. 4 Braziliya yaylası olar. 5 La Plata ovalığıdır. Bu da olmur. Cavab 2 və 4. Braziliya və Gviana yaylaları. Niderlandın xəritə sistemindəki okean səviyyəsindən aşağıda yerləşən və əvvəllər dənizin dibində olmuş ərazilər necə adlanır? Bunu bayaqki sualda da dedik. Niderland ərazisi kiçik olduğu üçün dəniz dayazlıqlarını qurudaraq quru səthə çevirir və bu hissələr polderlər adlanır. C variantında yazıldığı kimi. Hündürlüyü 8000 metrdən çox olan dağ zirvələri. Burada dünyanın ikinci ən hündür zirvəsi olan 8611 Çoqorni seçə bilərik. Digərlərinə baxacaq olsaq, Konqur 7700-dən hündürdür. Qalxapigen 2400-dür, 400-dən hündürdür. Mulasen Piriney yarımadasında yerləşir. Onun da hündürlüyü 3400-dən bir qədər hündürdür. Matterhorn isə Ant dağlarında hündürlüyü 4400-dən hündürdür. Ona görə bunların içərisində ən hündür Çoqori dağı olacaq. Daha az saat qurşağında yerləşən materiklər. Daha az saat qurşağında yerləşirsə, meridianlar az keçməlidir. Ya ensiz olmalıdır, ya da qütbdə yerləşməməlidir. Avrasiya materiki çox enlidir, oradan çox keçər. Antarktidadan bütün meridianlar keçir, çünki qütbdə yerləşir.
Yenə Antarktida var burada və qalmışıq Avstraliya, Cənubi Amerika, Avstraliya, Afrika. Avstraliya yəni 100% var, çünki kiçikdir ölçüsü. Afrika isə Cənubi Amerikadan daha enlidir. Daha enli olduğu üçün oradan daha çox meridian keçər. Ona görə də biz burada Cənubi Amerika və Avstraliya variantlarını seçəcəyik. Verilmiş fikirlərdən neçəsi Afrika materiki üçün səciyyəvidir? Geoloji keçmişdə qədim Lavrasiya materikinə aid olub fikri səhvdir, çünki Afrika Gondvananın parçası idi. Şimal-qərbində cavan Atlas dağları yerləşir fikri düzdür. Səhralarında eol relyef formaları üstündür. Bəli, onsuz da bütün səhralarda eol, yəni külək relyef formaları, qum təpələri, qum tirələri, şahid dağlar bu kimi relyef formaları üstünlük təşkil edir. Cənub hissələrində buzlaq relyef formaları geniş yayılmışdır. Xeyr, Afrikada buzlaq demək olar ki, rast gəlinmir. Kilimancarodan başqa. Şərq hissəsində litosfer dağlar aralandığına görə sınma zonası yaradıb. Bəli, Şərqi Afrika sınma zonası. Burada Afrikaya aid 3 doğru fikir var. Avrasiyanın ucqar şimal, cənub, şərq və qərb nöqtələrinin yerləşdiyi müvafiq yarımadır. Avrasiyanın ucqar şimal nöqtəsi Çelyuskindir. Çelyuskin yerləşir Taymır yarımadasında. Avrasiyanın ucqar cənubu Piaydır. Piay yerləşir Malakka yarımadasında. Ucqar şərq nöqtəsi Dejinevdir. Dejinev yerləşir Çukot yarımadasında. Qərb nöqtəsi Rokabonudur. Roka isə yerləşir Piriney yarımadasında. Uyğunluğu müəyyəndir. Bizə 4 materik verib və 4 dağ silsiləsi verib. Psixotalin dağları Avrasiyada, Asiya arasında yerləşən Mezzo yaşlı dağlardır. Sahil silsiləsi Kordilyerdən söhbət gedir. Şimali Amerikada Alp yaşlı silsilədir. Böyük su ağacı silsiləsi Avstraliyada Kaledon Hertzin yaşlı dağdır. Atlas dağları isə Afrikada yenə Alp yaşlı dağdır. 1-ə 1, 2-yə 4, 3-ə 3, 4-ə 2 C variantı. Filippin adasında yerləşən vulkan. Filippində biz iki əsas vulkan öyrənirik. Bunlar Apo və Pinatubo vulkanlardır. Bardarbunga, Eyjafjallajökull bunlar İslandiyadadır. Krakatau İndoneziyadadır. Semeru yenə İndoneziyadadır. Avstraliyanın ucqar nöqtələri. Avstraliyanın ucqar şimalı yoxdur. Amma iynə Afrikadadır. Ucqar şərqi Byrondur, amma Qalinas Cənubi Amerikadadır. Ucqar qərbi Step Pointdir. Mariotto Şimali Amerikadadır. Metson Avrasiyadadır. Yox, Şimali Amerikanın şimal burnudur. York Avstraliyanın şimalı, cənub-şərq, cənubu, Byron şərqi, Step Point isə qərbidir. Kordilyer dağlarının qərbi, mərkəzi və şərqi bu bayaq da var idi. Belə bir sual. Kordilyer dağlarının qərb hissəsi sahil silsilə və yaxud kaskad dağları adlanır. Sahil sıra dağlar kaskad. Ümumiyyətlə, kaskad o deməkdir ki, sıra ilə düzülmüş nəsə. Sıra dağları olduğu üçün həm də kaskad dağlar deyilir onlara. Mərkəz hissələr plato və yaylalardan ibarətdir. Böyük Hövzə, Colorado bu kimi yaylalar. Bura C-ni yazacağıq. Şərq hissə isə qayalı dağlar adlanır. 1-ə B, 2-yə C və 3-ə A. Y variantı. Şimali Avropada yerləşir. Gəlin baxaq. Qalxıpigin dağı Skandinaviya yarımadasındadır. Skandinaviya dağlarının ən yüksək zirvəsi hündürlüyü 2400-dən artıqdır və Şimali Avropa regionunda yerləşir. Sogne Fjord yenə Norveç ərazisində olan fiorddur. Norveç də Skandinaviya ölkəsidir. Bu da Şimali Avropaya düşür. Salpausselke Moren tirəsi Finlandiya ərazisindədir. Finlandiya da Skandinaviya ölkəsidir. O da Şimali Avropaya düşür. Sudet dağları Mərkəzi Avropa regionundadır. Valda yüksəkliyi Şərqi Avropa regionundadır. Turvan çökəyi isə ümumiyyətlə Asiya ərazisində yerləşir. Burada cavab 1, 2 və 3 olur. Avstraliya mərkəz hissəsində yerləşir. Qırmızı qumlarla örtülüdür.
Maksimal hündürlüyü 348 metrdir. Söhbət Uluru massivindən gedir. Avstraliya mərkəz hissəsində masavari bir e, yayladır. Daha doğrusu yayla deyil, hündürlüyü 500'den aşağıdır. Bir dağ da deyə bilmirik ona, çünki tam zirvəsi yoxdur. Uluru massivi qırmızı qumlarla örtülmüş masavari bir relyef forması. Makdonel nisbətən qərbdə yerləşir. Hammersley mərkəzə yaxın olsa da orada qırmızı qumla örtülməyib və hündürlüyü nisbətən daha çoxdur. Darling isə cənub-şərq hissədə yerləşir. Nullarbor isə cənub hissədə yerləşən düzənlikdir. Baxaq 62-yə. Afrika ərazisində faydalı qazıntıların işarələrini və düzgün yerləşməsini bizdən soruşur. Gəlin baxaq görək hansı faydalı qazıntıların yerini dəqiq verib. Bura fosforitin işarəsidir bu və Atlas dağlarına fosforiti qoyublar. Bəli, Atlas dağları dünyada ən böyük fosforit e, mərkəzlərindən biridir. Fosforit yataqlarının yerləşdiyi. Bu daş kömürdür. Daş kömür bu Misir ərazisində olmaz. Çünki bu ərazi daha çox ovalıqlardan ibarətdir. Burada biz boksitin işarəsini görürük. Boksiti qoyublar Liberiya, təxminən Liberiya ərazisinə və Liberiyada boksit istehsalına görə fərqlənən ölkələrdəndir. Bu da doğrudur. Bu səhv oldu, bunu silək. Qızıla baxaq, Somaliya qoyublar qızılı. Somalidə qızıl olsaydı, Somali acından ölməzdi. Bunu da çıxırıq buradan. Zambiya, Zimbabve ərazisi təxminən bura mis işarəsi qoyublar və Zambiya, Zimbabve mis istehsalına görə Cənubi Amerikadan sonra Çili, Perudan sonra ikinci yerdədir. Daha doğrusu ehtiyatına görə. Ona görə bu da doğrudur. Zara isə neft işarəsi qoyublar. Bura dağlıq və yaylı ərazilərdir. Burada neft ehtiyatı olmaz. Ona görə də bu isə səhvdir. Doğru olan fosforit, boksit və misin işarələridir. Cavab A variantı olacaq. Materiklərin uzqar nöqtələrini şimaldan cənuba doğru sıralayın. Afrikanın cənub nöqtəsidir. İynəburnu bu şimalda olmayacaq. Praioriyyətdə Cənubi Amerikanın cənub nöqtəsində bunlar qalsın axıra. Qalinas Cənubi Amerikanın şimalıdır. Cənub-şərq Avstraliyanın cənubu, yoxsa Avstraliyanın şimalı. Bunların içində ən şimalda olacaq Qalinas. Çünki Cənubi Amerikanın şimalı ekvatordan şimaldadır. Ekvatordan şimalda olan yeganə ərazi Qalinasdır. Burada sıralayaq 2. Sonra isə burada Avstraliyanın şimal burnu gələcək. Digərləri daha cənubdadır. 2, 5. Daha sonra Afrika mı daha cənubdadır, yoxsa Avstraliya mı? Avstraliya daha cənubdadır, cənubuna görə. İynəburnu gələcək, Afrikanın cənubu. Daha sonra Avstraliyanın cənubu, ən sonda isə Cənubi Amerikanın cənubu. Cənubi Amerika Antarktidaya daha yaxındır cənub istiqamətdə. Ona görə onu ən axıra qoyuruq. Burada cavab 2, 5, 1, 3, 4. Afrikanın cənubunda yerləşən Hamar plato, bu bayaqda var idi suallarda. Kalahari platosundan söhbət gedir. Makdonel Uluru Avstraliyadadır. Kaskad və Sierra Madre isə Şimali Amerikada. Avrasiya materiki haqqında doğru olmayan fikir hansıdır? Materikin cənubunda Hind okeanı sahillərində Sxotali dağları yerləşir. Elə səhv olan budur. Çünki Sxotali Avrasiyanın şərqində Sakit Okean sahilində yerləşən Mezoy yaşlı dağdır. Digərləri isə doğrudur. Materikin şimal okean sahilləri daha çox parçalanmaya məruz qalıb. Materikdə bütün qırışıqlara rast gəlinir. Bəli, Baykal, Kaledon, Hertsin, Alp, Mezoy hamısı var. Şimal isə ona görə daha çox parçalanıb. Çünki orada 4-cü dövr buzlaşması baş verib. Onun da səbəbi budur. Materikin cənubunda qədim Qondvana aid quru parçalar. Bəli, Ərəbistanla Hindistan.
Materikin cənub-şərqi qalay Wolfram ehtiyatları ilə zəngindir. Bəli, İndoneziya, Malayziya ərazisi olan ərazi ümumiyyətlə qalay Wolfram qurşağı adlanır. Rusiya Federasiyasının ucqar cənub nöqtəsi. Belə suallarda uşaqlar heç vaxt qarşılaşmadığınız, görmədiyiniz, təxmin eləməli olduğunuz suallarda çalışın özümüzlə bağlı olan şeyləri seçin. Yəni bunu məsələn tutaq ki, e, ABŞ-ın cənub nöqtəsi tutaq ki, bunu bilmək məcburiyyətiniz yoxdur da sizin. İndi Rusiyanın cənub nöqtəsini verib bunu da bilmək məcburiyyətiniz yoxdur. Əgər soruşursa, deməli burada bizlə bağlı nəsə var. Rusiyanın ən cənubu Azərbaycan ərazisində yerləşən elə Bazardüzü dağlarıdır. Davam edirik. Xəritə sistemi əsasən fiordların mövcud olduğu ərazilər müəyyənləşdirir. Şu anda fiordlar daha çox Skandinaviya ərazisində, Çili sahillərində, bir də Alyaska sahillərində daha geniş yayılıblar. Fiordlar buzlaqların əmələ gətirdiyi ensiz, dar, dərin körfəzlərdir. Daha çox buzlaq olan ərazilər. Məsələn, Alyaska ilə Skandinaviya buzlaşmaya məruz qalıb. Çilinin bu cənubu isə Antarktidaya yaxındır. Ona görə burada buzlaq relyef formalarına rast gəlinir. 1, 2 və 4. Ant dağlarında Boliviya və Çili sərhədində yerləşən iqlimi quraq olan yüksək yayla, burada söhbət altiplanolardan gedir. Altiplano Ant dağlarında yerləşən quru yaylalardır. Yəni onun şəkili 9-cu sinif dərsliyində var. Oradan baxsaz görərsiniz ki, demək olar ki, orada bitkilərə rast gəlinmir. Gviana şimaldadır. Daha çox Braziliya, Venezuela, Surinam, Guyana bu ölkələrin arasında düşür. Patagoniya ən cənubdadır. Argentina, Çili ərazisindədir daha çox. Colorado ümumiyyətlə Şimali Amerikadadır. Böyük hövzə də Şimali Amerikadadır. Ant dağları və Gviana yaylası ilə əhatə olunan ovalıq. Ant dağları ilə Gviana yaylası arasında burada yerləşəcək Orinoco ovalı. Mississippi Şimali Amerikadadır. Meksika Şimali Amerikadadır. Hindqang Asiyadadır. La Plata isə ümumiyyətlə Gviana yaylasını görmür. Arada bir dənə Braziliya yaylası da var. Ona görə də bu variantı da çıxırıq. Hansı vulkan Avropada yerləşir? San Pedro Cənubi Amerikadadır. Alt dağlarında. Orizaba Şimali Amerikada. Kordilyerdədir. Kilimanjaro Afrikadadır. Kamerun Afrikadadır. Hekla isə İslandiyada yerləşir. İslandiya isə Avropa ölkəsidir. Colorado platosu yerləşir Şimali Amerikada, Kordilyer dağlarının mərkəz hissəsində. Hansı uzqar nöqtə Afrika materikinə aiddir? Söhbət Almadidən gedir. Afrikanın qərbidir. Piyay, Dejinyov, Çelyuskin bunlar Avrasiyadadır. Uest Şahzadəsi isə Şimali Amerikada. Cənubi Amerika materiki haqqında doğru fikirləri müəyyən edin. Ən uca zirvəsi Akonqaquadır. Bəli, 6960 metrlə Cənubi Amerikanın ən hündür zirvəsidir. Şərq sahilində fəal vulkanizm var. Şərq sahili platformadır. Qərb sahilindədir. Ant dağlarındadır vulkanizm. Geoloji keçmişdə qədim Gondwana qurusuna aid olub. Bəli, Cənub materikləri Gondwana qurusuna aiddir. Sahəsinə görə Şimali Amerika materikindən daha böyükdür. Xeyr, səhvdir. Şimali Amerika 24 milyondur, Cənubi Amerika 18 milyon kvadrat kilometr. Ona görə bu səhv fikirdir. 3 yarımkürədə yerləşir. Bu da səhv, yox, doğru fikirdir. Çünki ekvator Cənubi Amerikanı kəsir. Ona görə həm şimala, həm cənuba düşür və bütövlükdə qərbbdədir. Yəni onun qelimis və 180 kəsmir. Ona görə 3 yarımkürəyə düşür. Bu da doğrudur. Ekvator və 180 dərəcə meridian xətti ilə kəsişir. Ekvatorla hə, amma 180 ilə yox. Burada cavab 1, 3 və 5 C variantı olacaq. Hansı vulkan Afrikada yerləşir? Cavab elə Kilimanjarodur. Kilimanjaro Afrikanın ən hündür zirvəsidir. Orizaba Şimali Amerika, Etna, Vezuvi, Hekla isə Avropada yerləşir.
Bir dəqiqə, sual qalmadı ara. Yox. Avstraliya materiki haqqında doğru fikirləri müəyyən. Ən uca zirvəsi Kosciuszkodur. Bəli, böyük su ağacı dağların ən uca zirvəsi Kosciuszkodur, 2228 metr. Şərq hissəsində cavan yox, qədim dağlar olan böyük su ağacı dağları yerləşir. Kaledon Hertzin yaşılıdır. Geoloji keçmişdə qədim Gondvanaya aid olub. Bəli, cənub materikidir. Sahəsinə görə yalnız Antarktida materikindən böyükdür. Avstraliya ən kiçik materikdir. Antarktida 14 milyondur. Avstraliya isə 7 milyon kvadrat kilometr. İki yarımkürədə yerləşir. Bəli, yalnız cənubda və yalnız şərqdədir. Bu da doğru fikirdir. Sönmüş və fəaliyyətdə olan vulkan var. Avstraliyada ümumiyyətlə vulkan yoxdur. Bütövlükdə platformada yerləşir. Cavab 1-3-5. Hansı uzqar nöqtə Afrika materikinə aiddir? Parinyas Cənubi Amerika, Çelyuskin Avrasiya, St. Charles Şimali Amerika, York Avstraliya, İğnəburnu isə Afrikanın cənub ucqar nöqtəsidir. Xəritə sxemasından Mesopotamiya var. Müəyyəndir, Mesopotamiya tarixdən də bilirsiniz, ən qədim insan məskənlərindən biridir. İndiki İraq ərazisinə düşür. O vaxt Şumerlər, Babillər filan. Bu da Ərəbistan yarımadasının şimal-şərqində İran körfəzi sahilində yerləşən Mesopotamiyalıların yeri 3 rəqəmi ilə göstərilmişdir. Afrikada yerləşən vulkanlar: Orizaba, Şimali Amerika; Vezuvi, Avropa; San Pedro, Cənubi Amerika; Pinatubo, Filippin. Afrikaya qalır Kamerun, Kilimanjaro. Ümumiyyətlə, Afrikadakı vulkanlar K hərfi ilə başlayır. Kamerun, Kilimanjaro, Karisimbi və Kenya. Hansı horst Şərqi Afrika sınma zonasında yerləşir? Şərqi Afrika sınma zonasında yerləşən horst Ruvenzori horstudur. Dünyanın da ən böyük horstlarından biridir. Onun da 9-cu sinif dərsliyində şəkli var. Sınma zonasındadır. Digərləri isə Schwarzschild, Rodop, Vosges, bunlar Avropadadır. Sierra Nevada isə bu da Şimali Amerikadadır. Eyni adda əslində Pirene yarımadasında da var Sierra Nevada. Amma Şimali Amerikada da var. Yəni Afrikaya düşmür. Avstraliya materikinin burunlarından deyil. Cənub-şərq cənub burnudur, York şimal burnudur, Steep Point qərbdir, Byron şərqdir. Central isə Şimali Amerikaya aid. Avrasiya materikinin burunlarından deyil. Roka qərbidir, Dejinyon şərqidir, Çelyuskin şimalıdır, Piyay cənubudur, Almaz isə Afrikada yerləşir. Avrasiyanın ucqar qərb və şərq nöqtələri üçün oxşar xüsusiyyət. Ucqar qərbi Pirineya yarımadasında Rokadır. Şərqi isə Çukot yarımadasında Dejinyon. Görək bunların oxşar cəhəti nədir? Seysmik cəhətdən sabitdir. Xeyr, Piriney toqquşma zonasına düşür. Aktiv ərazidir. Günəş zenitdə olur fikri heç birinə aid deyil. Hər ikisi 23.5-dən şimalda yerləşir. Platforma deyil, dedik Piriney geosignaldadır. Greenwich meridianları ilə aralarındakı ən qısa məsafə eynidir. Təbii ki, yox. Piriney Greenwich meridianı tərəfindən kəsilir. Skot isə 180 tərəfindən kəsilir. Bir-birindən çox uzaqdadırlar. Qərb yarımkürəsində yerləşən fikri doğrudur. Çünki Piriney yarımadası Greenwich tərəfindən kəsilir və Roka qərbə düşür. Skot isə 180 dərəcəli meridian tərəfindən kəsilir və o da qərb hissəyə düşür. Hansı uzqar nöqtə Avrasiya materikinə aiddir? Byron, Avstraliya; Cabo Branco, Cənubi Amerika; Uest şəsələri, Şimali Amerika; Almadi, Afrika. Pia isə Avrasiyanın cənub ucqar nöqtəsidir. Şimali Amerika materiki haqqında doğru fikirlər müəyyən edin. Ən uca zirvəsi Akonqaquadır. Bu Cənubi Amerikaya aiddir. Qərb hissəsində fəal vulkanizm müşahidə olunur. Bəli, Kordilyer dağlarında Reynir, Şasta, Orizaba, Kolima, Popocatépetl, Mamatombo və Taxamulko vulkanları var. Geoloji keçmişdə Lavrasiya aid olub. Bəli, şimal materikləri Lavrasiya aiddir. Buzlaq mənşəli relyef formalarına rast gəlinmir. Səhvdir, çünki 4-cü dövr buzlaşmasına məruz qalıb. 3 yarımkürədə yerləşir fikri səhvdir, çünki yalnız şimalda və qərbdədir. Onu nə Greenwich, nə 180, nə də ekvator kəsmir.
Şərq hissəsində qədim Appalas dağları yaranıb fikri yerləşir. Fikri doğrudur. Qədimdir çünki Kaledon Hersin qışına aiddir. Avropada yerləşən vulkanlar. Orizaba Şimali Amerikada, San Pedro Cənubi Amerikada, Kamerun Afrikada, Erebus Antarktidadadır. İtaliya ərazisindəki Vezuvi və Etna isə Avropada yerləşir. Ekvator xətti ilə kəsişən coğrafi obyektlər. Görək bunlar hansılar olacaq. Orinoco ovalığı və Hindqang ovalığı heç bir ekvatorla kəsişmir. Şərqi Afrika ərazisində ekvator kəsir, Ant dağlarında kəsir. Cavab elə budur. O birlərinə baxaq. Amazon ovalığı kəsir, amma Dekan yaylasını kəsmir. Tibestini kəsmir, Braziliyanı kəsir. Əjdaha və Meksika heç birini kəsmir. Avropanın dağlarından hansı daha qərbdədir? Avropanın ümumiyyətlə ən qərb nöqtəsi Piriney yarımadasında yerləşir. Ona görə də ən qərbdə də elə Pirineyin dağları olacaq. Doğru sıraları müəyyən edin. Dəmavənd vulkanı Anadolu yaylasında yerləşən sönmüş vulkandır. Fikri səhvdir. Çünki Dəmavənd vulkanı Türkiyədə deyil, İran ərazisində, İran yaylasında yerləşir. Montompelo vulkanı Martinika adasında yerləşən fəaliyyətdə olan vulkandır. Fikri düzdür. Martinika adası Mərkəzi Amerika regionunda Karib dənizi sahillərindədir və Montompelo da həmin ərazidə yerləşir. Erebus vulkanı Elsuert dağlarında yerləşən sönmüş vulkandır fikri səhvdir, çünki Erebus fəaliyyətdə olan vulkandır. Cotopaxi vulkanı Ant dağlarında fəaliyyətdə olan vulkandır fikri düzdür. Ruapehu vulkanı Yava adasında sönmüş vulkandır fikri səhvdir. Ruapehu Yeni Zelandiyada yerləşir və fəaliyyətdədir. Pinatubo vulkanı Filippin adalarında yerləşən fəaliyyətdə olan vulkandır fikri doğrudur. Cavab 2, 4, 6 olur. 89-dan davam edirik. Bura C qrupu qoymaq deyəsən yadlarından çıxıb, birbaşa açıq başlayacaq. Şərqi Afrikaya aiddir. Burada litosfer dağlar aralanır, onlar arasında məsafə artır. Bəli, Şərqi Afrika qırılma zonasında yerləşir və orada litosfer dağlar bir-birindən aralanır. Afrika platformasının ən böyük əyilmə zonası olub, daxili hissəsində yerləşən pilləli qırılıb düşməli xeyli sayda şəlalə və astanalar rast gəlinir. Əslində, Şərqi Afrika əyilmə zonasıdır. Qırılıb düşmələr də var, amma orada şəlalələrin adını biz çəkməmişik. Viktoriya şəlaləsi var, o da qırılmanın sonunda yerləşir. Bu hələ ki qalsın. Seysmik fəallığın yüksək olması ilə bağlı olaraq yeni qırışıq zona hesab olunur. Bunu götürmək olar əslində. Afrika platforma olsa da həmin hissə qırıldığı üçün artıq yeni qırışıq zona hesab oluna bilər. Mütləq hündürlüyünə görə materikdə yalnız Atlas dağlarından geri qalır fikri yanlış olacaq. Çünki Atlas dağları 4100-dür, orada Kilimanjaro 5800-dür. Bundan başqa Kamerun vulkanı da 4000-dən hündürdədir. Efiopiya arasında Rastlaşen dağı da yenə 4000-dən hündürdədir. Bu fikir doğru olmayacaq. Bu zona Orta Okean sıra dağlarının mərkəzi ox zonasına oxşuyur. Bu nə deməkdir? Orta Okean sıra dağları divergent zonalarda yerləşir və Afrikanın şərqi də sınmaya məruz qaldığı üçün artıq divergent zona yaranır. Ona görə də bunlar bir-birinə oxşar sayıla bilərlər. Tanzaniya və Kenya respublikaları yerləşir. Tanzaniya ilə Kenya əslində Şərqi Afrikada yerləşirlər. Amma burada cavabla bunu götürməyəcək deyəsən. Amma niyə götürməsin ki? Tanzaniya və Kenya hər ikisi Şərqi Afrika regionundadır. Bu da doğru fikirdir əslində.
Amma 1,3,5 100% doğrudur. Üçləri, 4'ləri atsaq variantlardan. 6 da doğru olur. Niyə belə olsun ki? Nəsə bu sual mənimlə şübhəli qaldı. Tam razı deyiləm. Çünki Tanzaniya ilə Kenya da Şərqi Afrikaya aid. Həmçinin bu ikinci bənd də bir qədər şübhəlidir. Bura Afrikanın ən böyük əyilmə zonasıdır, Şərqi Afrika və burada da çoxlu qırılıb düşmələr var. Düşmələrdə də yəqin ki, Astana və şəhərlərə rast gəlinir. Bu da biraz şübhəli variantdır. Sadəcə iki variantlarla onsuz da düz gəlmir. Amma altını götürmək olar. Kimcə bu sualda bir qədər çatışmamalıdır. Makdonel və Hammersley dağları üçün ümumi xüsusiyyət bunlar Avstraliya materikində yerləşən dağlardır. Avstraliya materiki Sakit Okean olduğu halqasına düşmür. Şərqində yox, qərbindədirlər materikin. Alp Himalaya aid deyirlər. Bunlar ən qədim qırışıqlıq dağlarıdır. İki ölkənin yox, bir ölkənin ərazisi Avstraliyada yerləşirlər. Avstraliya bütövlükdə Cənub yarımkürəsində olduğu üçün bunlar da Cənub yarımkürəsinin dağlarıdır. Uyğun ucqar nöqtələri müəyyən edin. Burada Eyler-Venn diaqramını bizə verib, biz bunun içərisinə nəsə yazmalıyıq. Bu cür sualları həll etməyin ən yaxşı variantı birinci ortadakını tapmaqdır ki, digərləri ələnsin. A deyir, hər ikisinə aiddir. A-da nə yazıb? Materikin ucqar qərb nöqtəsidir. Görək variantlarda qərb nöqtəsi olmayanları əliyək getsin. Cabo Branco Cənubi Amerikanın şərqindədir. Atdıq getdi. Byron Avstraliyanın şərqindədir. Bunda atdıq getdi. Yerdə qaldı Roka, Almadi, Parinyas. Bunların hər üçü qərb nöqtəsidir. Biri bu Roka Avrasiyanın, Almadi Afrikanın, Parinyas isə Cənubi Amerika. İndi 1 ilə 2-ni variantlardan atanda onsuz da cavab Y variantı olur. Amma gəlin daha da araşdıraq, görək başqa nə çıxacaq. C ilə D-ni oxuyaq. Cənub və qərb yarımkürəsində yerləşir. Günəşin zenitdə olma prosesi müşahidə olunur. Deməli, tropik işıqlanma qurşağında cənub və qərbdə yerləşməlidir bu. Onda söhbət burada Parinyasdan gedəcək bir üçün. Çünki Roka şimaldadır, Almadi şimaldadır. Burada cənubda yerləşən və qərbdə yerləşən Parinyasdır. Ona görə 1-ə 4 olacaq. B isə deyir şimal və qərbdədir. Almadi və Roka hər ikisi şimal və qərbdə yerləşir. Bura ikisini də yaza bilərik əslində. Amma variantlarla 4 ilə 3 götürməliyik. Ona görə burada Rokanı yazırıq. Amma Almadini niyə götürə bilmirik? Onu da açıqlayayım. Çünki Almadi tropik işıqlanma qurşağında yerləşir. Burada isə günəşin zenitdə olma prosesini yalnız Parinyasa yazıb birinciyə. Yəni Almadi olsaydı bu D-ni də ortaya yazmalıydı. Hər ikisinə aid olmalı. Ona görə burada cavab 4 və 3 olacaq. Makdonel və Hammersi dağlarına aid düzgün fikir. Kaynozoyda fəallaşmayıblar. Bunlar ən qədimdir. Ən qədim qırışıqdan daha əvvəl. Bəli, Baykaldan da daha əvvəl yaranan 4 dağın adını çəkirik. Makdonel, Hammersley, Qərbi qat və Şərqi qat. Ona görə burada cavab B variantı olacaq. Böyük su harici və Makdonel dağlarının ortaq cəhəti. Baxaq. Maksimal hündürlükləri 2 metrdən çoxdur. Böyük su harici amma Makdonel ən qədim dağdır. Onun hündürlüyü çox azdır. Baykal dağına gəlməsində yaranıqlar fikri heç birinə aid deyil. Böyük su harici Kaledon Helsindir. Makdonel Baykaldan da öncədir. Morin təpə tirələri buzlaq mənşəlidir. Avstraliyada buzlaq yoxdur. Hər ikisi Avstraliyada yerləşir bunların. Zəlzələ və müasir dağıntı zonalarına kənarda yerləşir. Bəli, bu hər iki dağ Avstraliyadadır. Avstraliyada platforma ərazisinə düşür bütövlükdə. Ona görə
Cavab D variantı olacaq. Avstraliyada ümumiyyətlə vulkan yoxdur. Sönmüş və fəaliyyətdə olan vulkanlar var ya. Relyef xüsusiyyətinə görə iki regiona ayrılan Afrika materikinin Hündür Afrika regionuna aiddir. Hündür Afrika şərq və cənub hissədir. Şərq və cənub hissədə Kap dağları var, Kalahari var, Efiopiya var, Əjdaha var. Darfur isə Böyük Səhranın içərisində şimal hissədə yerləşir. Açıq tipli tapşırıqlarla davam edirik. Xəritə sxemi əsasən hündür və alçaq Afrikaya uyğun gələn ərazidir. Şərqi Afrika yaylası buradadır. Ona görə o ikiyə aid olacaq. Hündür Afrikaya aid olacaq. Efiopiya yaylası da buradadır. O da Hündür Afrikaya aid olacaq. Atlas dağları buradadır. O alçaq Afrikaya aid olacaq. Həqqar yaylası buradadır. O da alçaq Afrikaya aid olacaq. Çad çökənidir. Buradadır. O da alçaq Afrikaya aid olacaq. 1-ə C, D, Y, 2-yə A və B. Cənubi Amerika, Afrika və Avstraliyaya uyğun ucqar nöqtələr. Parinyas Cənubi Amerikanın qərb nöqtəsidir. York Avstraliyanın şimal nöqtəsidir. İynə Afrikanın cənub nöqtəsidir. Almanya Afrikanın qərb nöqtəsidir. Cabo Branco Cənubi Amerikanın şərq nöqtəsidir. 1-ə A-Y, 2-yə C-D, 3-ə B. Burada isə bizə Avstraliyanın regionlarını verib, qərbi, mərkəzi və şərqi Avstraliya regionu. Görək buralarda nə yerləşəcək. Böyük Suarcı dağlar buradadır. Ona görə Böyük Suarcı dağları yazırıq 3-ə. Makdonel dağları. Makdonel dağları yerləşir təxminən bu hissələrdə. Ona görə bunu gəlin yazaq 2-yə. Qərbi Avstraliya elə qərbdədir. Bunu yazaq 1-ə. Mərkəzi ovalıq. Mərkəzi ovalıq adı mərkəzi olsa da sizi çaşdırmasın. Bu hissədə yerləşir. Ona görə bunu yazırıq 3-ə. Uluru massivi isə elə Avstraliya mərkəzindədir. Bunu da yazırıq 2-yə. 1-ə C, 2-yə B, Y, 3-ə A, D. Deməli, doğru sıra. Paleozoyun Hersin qırışıqlığı. Ural dağları Avrasiya doğrudur. Ural dağları Hersində yaranıb, Paleozoy erasına aiddir və Avrasiyada yerləşir. Atlas dağları deyir, Kaledon qırışığında yaranıb. Afrikada yerləşir, Kaledon da deyir Mezozoikdir. Bu demək olar hamısı səhvdir. Bir dənə Atlasın Afrikada yerləşməsindən başqa. Çünki Atlas Alp qırışığına aiddir. Alp qırışığı da Kaynozoydadır. Kaledon qırışığı isə Paleozoyda baş verib. Tamamilə səhv fikirdir. Alp qırışıqlığı Kaynozoyda baş verib, Ant dağları yaranıb və Ant dağları Cənubi Amerikada yerləşir. Bu doğru fikirdir. Kimmer qırışıqlığı Paleozoyda yox, Mezozoydadır. Pamir Kimmerdə yox, Arkdadır. Avrasiyada yerləşməyi doğrudur, amma qalan hər şey səhv. Kaledon qırışıqlığı Kaynozoyda yox, Paleozoyda baş verib. Appalaç bura aiddir. Şimali Amerikada yerləşir, amma Kaledon Paleozoy yazsaydı düz olardı. Burada cavab sadəcə 1-3. Kordilyer dağlarının hissələrinə uyğun gələn relyef vahidləri. Kaskad dağları sahil silsilədə qərbdə yerləşir. 1-ə yazır. A, 1-ə A. Qayalı dağlar şərq hissədir. Ona görə 3-ə yazırıq. B. Böyük Övzə mərkəzdədir. Ona görə 2-yə yazırıq. C. Sahil dağlar, Kaskad dağları eyni şeydir. Onu da 1-ə yazırıq. Colorado da mərkəz hissədədir. Onu da 2-yə yazırıq. 1-ə A, D, 2-yə C, Y, 3-ə isə B. Uyğunluğu müəyyən edin. Bura materiklərin ən dərin hissələridir. Ölüm dərəsi, Ölü dəniz, Assal gölü. Ölüm dərəsi yerləşir Şimali Amerikada. Ölü dəniz mənim 86 metrdir bu. Ölü dəniz yerləşir Avrasiyada. Bunu gah
-405 yazılar, gah -430 yazılar. Yəni 405 yazılar. Aslan Gölü isə yerləşir Afrikada. O da -156 metr. Avrasiya, Şimali Amerika, Cənubi Amerikaya uyğun gələn relyef formaları. Matterhorn Alp dağlarındadır. Alp dağları Avropadadır. Avropada Avrasiyada. Altiplano Ant dağlarındadır. Ant dağları isə Cənubi Amerikada. Böyük Kanyon Kordilyer dağlarında Colorado çayı üzərindədir. O isə Şimali Amerikada yerləşir. Postoyun Balkan yarımadasında Sloveniya ərazisindədir. O Avropaya, Avropada Avrasiyaya düşür. Sierra Madre dağları isə Kordilyerin cənub hissəsi Meksika ərazisidir. O da Şimali Amerikaya düşəcək. Biri A D, 2-yə C-yi, 3-ə yenə B. Uyğunluğu müəyyən edin. Cavan dağlarda yerləşən dağ zirvələri, qədim dağlarda yerləşən dağ zirvələri. Mitchell Appalaçdadır. Appalaç cavan deyil, qədimdir. Matterhorn Alpdadır. Alp cavandır. Dəmavənd İrandadır. İran yarasında cavan ərazisidir. Qalxabekən Skandinaviyada qocadır. Çokori Qaraqorumda cavandır. Kongur Pamirdədir, cavan. Cavab 2, 3 və 4. Cənubi Amerikanın relyefi ilə bağlı olan xüsusiyyətlərdən hansı doğrudur? Braziliya və Gviana yaylaları qədim dağ sistemlərinin qalıqlarıdır. Bəli, doğru fikirdir. Qədim platformada yerləşirlər, keçmişdə dağ olublar. Kəllə-Qənd Braziliya yaylasının aşınma nəticəsində yaranan relyef formasıdır. Kəllə-Qənd Gviana yaylasındadır. Braziliya yaylasında daha çox, yox, doğrudur da Kəllə-Qənd Braziliyadır. Yox, bu da doğrudur. Gvianada Tepuilərdir. Patagoniya yüksəklik və platonun üstünü təşkil etdiyi regiondur. Bu da doğrudur. Cənubi Amerikanın cənubunda. La Plata ovalı subduksiya nəticəsində yaranmışdır. Xeyr, La Plata platformadadır. Subduksiya litosfer havaların toqquşması prosesidir. Okean və materik tipli havalar. Altiplano Amazon ovalının mərkəzi hissəsində yerləşən hündür hamar yayladır. Xeyr, Altiplanolar Ant dağlarında yerləşir. Tepuilər Ant dağlarından yüksək sahələrdə yerləşən buzlaqlar örtülü olan geniş çökəklikdir. Xeyr, Tepuilər Gviana yarasında yerləşən hündürlüyü 800-1800 metr olan masavari yaylalardır. Mariato və Galinas burunları. Mariato Şimali Amerikanın cənub burnudur. Galinas isə Cənubi Amerikanın şimal burnudur. Şimali Amerikanın uzaq cənubudur Mariato. Tropik qışlama qurşağındadır hər ikisi. Bunlar ümumiyyətlə bir-birinə çox yaxın yerləşirlər. Cənubi Amerikanın uzaq şimal Galinas. Şimal və qərb yarımkürəsində yerləşir. Yenə hər ikisi ekvatordan yuxarıda və qərbdədir. Cənubi Amerikanın uzaq qərb nöqtəsində heç bir. Burada yazsaydı ki, məsələn, daha cənubda yerləşir. O biraz çaşdırıcı olardı. Şimali Amerikanın çünki ən cənubu, Cənubi Amerikanın ən şimalından daha cənubdadır. Elə bir şey yazsaydı daha maraqlı bir sual olardı. Eol relyef formalarının üstünlüyü təşkil etdiyi ərazilər. Eol relyef külək relyef formalarıdır. Külək isə daha çox səhra ərazilərindədir. Biz burada Böyük Səhrada yerləşən Əhəqqa, Tibesti və Darfur yaylalarını götürə bilərik. Kars Balkan yarımadasındadır. Orada səhra yoxdur. Sudet Mərkəzi Avropadadır. Səhra yoxdur. Valdar Şərqi Avropadadır. Səhra yoxdur. Karpat və Alp dağlarının oxşar fərqli cəhətləri. Ən hündür nöqtəsi Gerlachovski-Ştit zirvəsidir. Bu Karpat dağlarına aiddir. Hündürlüyü 2600 metrdən çoxdur. Cavan dağdır. Hər ikisi alp qırışıqlığıdır. Ən hündür zirvəsi 4000-dən yüksəkdir. Bu Alpa aiddir. Mont Blanc 4807. Kaledon qırışıqlığına heç biri yaranmayıb. Hər ikisi Alpdadır. Qərbi Avropada yerləşir. Bunu da biz aid edə bilərik Alpa. Çünki Karpat dağları Şərqi Avropa regionuna düşür daha çox.
Şimali Amerikada yerleşen vulkanlar. Kolima, Kordilyer Dağları, Erebus, Antarktida, San Pedro, Ant Dağları, Cənubi Amerika, Mamatombo, Kordilyer, Popocatépetl, Kordilyer, Ruapehu, Yeni Zeland. 1, 4 ve 5. Son səhifəmizdir. Xəritə sxemə əsasən Cavan dağların yerləşdiyi ərazi bizə Avropanı verir. Bir Skandinaviyadır. Bura qocadır. İki Böyük Britaniyadır. Burada ümumiyyətlə platformadır. Cavan dağ yoxdur. 4 Piriney yarımadasının cənubudur. Əndəlus ərazisi. Bura cavan ərazidir. Toqquşma zonasıdır. 3 Ark dağlarıdır. Toqquşma zonasıdır. 5 də Apennin dağlarıdır. Bu da toqquşma zonasıdır. Cavab 3, 4 və 5. İstəməzsən Fiord tipli sahələrin mövcud olduğu ərazidir. Fiordlar daha çox Skandinaviya sahillərində rast gəlinir. Burada bir və 2-ni götürürük. Hər ikisi Skandinaviya sahillərinə düşür. Fiordlar buzlaqların əmələ gətirdiyi dərin və dar körfəzlərdir. Fəaliyyətdə olan sönmüş vulkan. Krakatoa İndoneziyada fəaliyyətdə olan vulkandır. Kazbek Qafqazda sönmüş vulkandır. Mauna Kea Havayda fəaliyyətdə olan vulkandır. Vezuvi İtaliyada, Apenində fəaliyyətdə olan vulkandır. Etna Siciliyada fəaliyyətdə olan vulkandır. Çimborazo Ant dağlarında sönmüş vulkandır. Burada cavab 1, 3, 6 olur. 1, 3 və 6. Doğru sıraları seçin. Mont Blanc Alp dağlarında doğrudur. Mitchell Appalatsda doğrudur. Qalxabigen Karpatda yox, Skandinaviyadadır. Karpatda Gelafovski ştitdir. Kongur Pamirdə doğrudur. Elbrus Uralda yox, Qafqazdadır. Çogori Kaki Tian Şanda yox, Qaraqorumdadır. Yarımadada yerləşən dağlar. Krım dağları Krım yarımadasındadır. Tavr dağları Kiçik Asiya yarımadasındadır. Appalach materikin özündə yerləşir. Əjdaha materikin özündə yerləşir. Skandinaviya Skandinaviya yarımadasındadır. Pamir materikin özündə yerləşir. Şərqi Avropa düzənliyinə uyğun gələn relyef formaları. Gəlin baxaq. Orta Dunay daha çox Şərqi Avropa düzənliyi içərisinə düşmür. Şərqi Avropa regionundadır, amma düzənliyin özünə düşmür. Orta Rus yüksəkliyi düzənliyin içindədir, Valda yüksəkliyi içərisindədir, Stavropol içərisindədir. Üstüyurt Turan ovalığına düşür. Qazaxıstan xırda təpələri yenə Asiya ərazisində. Cavab 200 və 4. Uyğunluğu müəyyən edin. Su eroziyon və akkumulyativ relyef formaları. Yəni çayların yaratdığı akkumulyativ relyef formaları. Arid dendasyon, yəni quraqlıqda aşınma. Vulkanik relyef formaları da adından məlumdur. İndi baxaq. Lakonitlər vulkan elementləridir. Bunu yazaq vulkana. Gətirmə konusunu çay yaradır. Bunu yazaq su erozyon. Gilli karslar daha çox quraq ərazilərdə olur. Bunu yazaq arid dendasyon. Stratovulkan elə vulkandır. Bunu yazaq vulkana. Müasir və qədim deltalar isə çaylarda olur. Bunu da yazaq su erozyon. 1-ə B-yi, 2-yə C, 3-ə A. Cədvəlsən uyğun sıra. Akkumulyativ dendasyon. Akkumulyativlər ovalıq olur, dendasyon yaylı. Qərbi Sibir ovalıqdır, Braziliya yayladır, Kolorado yayladır. Dekan yayladır, Laplato ovalıqdır, Orta Sibir yayladır. Cavab 1, 4 və 6. Son suala baxırıq. Ant dağları ilə bağlı doğru fikir. Ən uca zirvəsi Mont Blancdır. Bəli, 4807. Fəal vulkanizm müşahidə olunur. Ant dağlarında vulkan yoxdur. Litosfer tavalarının divergent sərhədində yox, konvergent sərhədində yerləşir. Ekvator və cənub tropiklə kəsişir. Heç bir ant, mən Alp oxumuşam, üzr istəyirəm. Ant. Mont Blanc Alpın zirvəsidir. Antda Konqaguat.
Ant dağlarında fəal vulkanizm bəli var. Ruiz, Cotopaxi, Chimborazo, San Pedro, Liliaco vulkanları. Litosfer talanı divergent yox, konvergentindədir. Nazca ilə Cənubi Amerikanın toqquşduğu zonada. Ekvator və Cənub tropiki, bəli, hər ikisi Ant dağlarını kəsir. Üç yarımkürədə yerləşir. Ekvator xətti onu kəsir, şimala cənuba düşür və bütövlükdə qərbbdədir. Üç yarımkürə doğru fikirdir. Cavab 2, 4 və 5 olur. Birinci səhv oxumuşdum. Bu qədər uşaqlar materiklərin relyefi mövzusuydu. Növbəti dərsdə görüşərik.